Kreml Rusiyada iqtisadi vəziyyətə görə hökumətin mümkün istefası ilə bağlı yayılan məlumatlara münasibət bildirib. APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov belə xəbərlərə inanmamağa çağırıb. Bu, Telegram kanallarının ənənəvi əyləncəsidir. Buna inanmayın. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 15 apreldə keçirilən iqtisadi müşavirədə Rusiyada 2026-cı ilin yanvar-fevral aylarında ümumi daxili məhsulun 1,8% azaldığını, hazırki rəqəmlərin Rusiya Mərkəzi Bankı və hökumətin proqnozlarına uyğun gəlmədiyini bildirib. Prezident Mərkəzi Bankdan və hökumətdən makroiqtisadi göstəricilərin gözləntilərdən niyə geri qalması barədə izahat tələb edib. Kommunist fraksiyasının lideri Gennadi Zyuganov isə Dövlət Dumasında hökuməti tənqid edib. O, ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu, belə davam edərsə və hökumət lazımi tədbirləri görməzsə, 1917-ci il hadisələrinin təkrarlanacağı barədə xəbərdarlıq edib.